Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. İnşallah sizə də bundan gözəllik qismət olsun. Dəyərli izləyicilər, şu alanda Hacı Mövlan bağlarında belə bir gözəl 2 mərtəbəli tam əşyalı super təmirli yeni bağ evi çıxıb satışa. Mən də gəldim çəkim sizə təqdim edim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Paylaşım edərsiniz dostlar. Bizə dəstək olduğunuz üçün əvvəlcədən hər birinizə təşəkkür bildirirəm. Deməli dostlar, şu alanda Hacı Mövlan bağlarında 10 sot torpaq sahəsində 430 kvadratlıq bir ev təqdim edəcəm sizə. Qısa məlumat verəcəm. Hər hansı sualınız yaranırsa, səndən vaxtı 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Yolu qapı eşim, asfaltlı su, qaz işıq daimidir. Sənədləri qayrasındadır. İpotekaya yararlı bir bağ evi villadır bura. Qiymətin sonda vurğulayacağım dostlar. Xahiş edirəm, axıra kimi baxarız. Bura bağ evinin girişi, jalüz, daha doğrusu pultla olan darvazası var. Və beləsinə 3 maşın çox rahat daxil olan bağlı qarajı. Burada kombi falan sistemi var yəni. Bura qarajın girişidir. Girişdən sol tərəfdə evin görünüşü. Sağda solda demək olar ki, bağ evinin hər tərəfində yaşıllıq zolağı var dostlar. Böyük dekorativ ağaclardır. Bu ərazidə 4 fəsil yaşamaq da olar, bağ evi kimi istifadə etmək də olar. Təhlükəsizlik sistemi, kamera falan, polisə mühafizəyə qoşulma falan hamısı yerindədir yəni. Artıq nəsə deməyə ehtiyac yoxdur. Hər şey yerindədir. Evin görünüşü sağdan və soldan belədir dostlar. Burada böyük bir havuzumuz, filtrli havuzumuz mövcuddur. Üzərində şəlaləsi var. Və burada da eynisinə yaşıllıq zolağıdır. Evin arxa hissəsini sizə təqdim edim dostlar. Bura evin arxa hissəsidir. Təbii ki, orada kombo otağı falan var. Onu təqdim edib çox vaxtınızı almaq istəmirəm. Besetka ilə, yay qış mətbəxi ilə sizi tanış eləyəcəm. Tam olaraq cam balkondan yığılıb, qoşa şüşədir. Göründüyü kimi. Bura həyətin sanitar qovşağı, hamam otağı ilə bir yerdə. Burada kamera sistemi, bura yığılıb təhlükəsizlik falan gördüyünüz kimi. Saxlanıcı otağıdır bir dənə. Bura manqalı və mini kuxnası var, mətbəxi var. Bura isə yay qış mətbəxinin özüdür. Yeri istif oldu, dəyərli izləyicilərim. Vurğuladım bir yax, cam balkonlandır, asılır və bağlanır. Yəni yaşayış üçün hər cür şərait var. Qısa olaraq gedən evlə də tanış edim sizə. Çalışdığım qədər həyat haqqında məlumatı verim sizə. Zaten şəlaləsin, fontanın özünüz görürsünüz. Genişdir, rahatdır, səliqəlidir. Önəmlisi budur. Konum olaraq yerləşmə yeri əladır. Şəhərə maksimum 20-25 dəqiqə məsafəsi var dostlar. Bura terasıdır, verandasıdır. Mətbəxdən bura çıxışı var. Və terasdan da həyətin görünüşü belə görsənir. Ya Allah, evə daxil olalım, evlə də qısa olaraq tanış olaq dostlar. Qiyməti çox intizarda saxlamayacağım dostlar. Bu bağ evin qiyməti 945 min manatdır. Real müştəriyə inşallah ki endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. Bizim daimi izləyicilərimiz və müştərilərimiz bilir ki, sözümüzdə yalan yoxdur. Evin hol hissəsidir. Hol mətbəx kermogranitdir dostlar. Qalan otaqlar qahalı tarşetdir. Deməli, girişdən sol tərəfdə qonaq otağı yerləşir. Qonaq otağı yetərincə genişdir, işıqlıdır, hündür tavanlıdır. Divar kağızları istifadə olunmayıb, rəngdən istifadə olunub bu evdə. Yəni, əl işləmələrini də görürsünüz. Səliqəsi səhmanı həqiqətən superdir. Girişdən sağ tərəfdə mətbəx yerləşir. Mətbəx mebeli quraşdırılır dostlar. Elektronika hamısı var. Bir vurğulamışdım. Terasa çıxış buradan mövcuddur.
Super. Ümumilikdə 4 yataq otağı var, 5 yataq otağı var. Üzr istəyirəm, biri aşağıdadır, 4'ü yuxarıda. Bura qardirob otağıdır. Birinci mərtəbənin. Birinci mərtəbənin hamam otağı, sanitar qovşaqla bir yerdə. İşləmələr hamısı, aksesuarlar divar içidir. Qrop, eca. Yəni nə varsa hamısı bahalı firmalar işlənib. Ucuz bir şey yoxdur bu evdə. Demək olar ki, yəni görmədim. Birinci mərtəbənin birinci yataq otağıdır. Yenisi ilə. Burada mebel quraşdırılıb, hər şey yeri yerində. Yeri gördüyünüz kimi bahalı tarketdir dostlar. İkinci mərtəbə pilləkəni mərmərdir. Pilləkən qəfəsi şüşədəndir. Evdə hər şey düşünülür. Yəni çox rahatdır. Həqiqətən proyekti əladır və çox rahatdır dostlar. Bura ikinci mərtəbə holudur. Holun balkona çıxışı var. Yəni balkonu var, belə deyək. Gəlin ümumi hamam otağı ilə tanış edeyim sizi. İkinci mərtəbənin ümumi hamam otağıdır. Sanitar qovşaqla bir yerdə. İkinci yataq otağı. Birinci mərtəbədə, 4'ü də yuxarıda yerləşir yataq otaqları. Bura ikinci mərtəbədə birinci yataq otağıdır. Rəng seçimləri falan əladır. Həqiqətən. İkinci mərtəbədə ikinci yataq otağı. Genişliyə də söz ola bilməz. Yəni çox genişdir. Burada kondisioner falan xəttləri hamısı atılıb. Burada isə daha iki yataq otağı var. Böyük yataq otağı dostlar. Ümumilikdə 4'cü yataq otağı, ikinci mərtəbədə isə 3-cü yataq otağıdır bura. Bunun dizaynı lap fərqlidir. Yataq otağına aid olan hamam otağı sanitar qovşaqla bir yerdə. Bu arada dostlar, bütün otaqlarda isitmə, soyutma sistemləri hamısı var. Bir çox evlərdə demək olar ki, bu olmur. Burada sonuncu yataq otağıdır. Ən böyük yataq otağı budur. Ən azından 30-35 kvadratlıq bir otaqdır dostlar. Dizaynı da möhtəşəmdir, görünüşü də möhtəşəmdir. Balkona çıxışı var. Bir yataq otağının daxilində özünün böyük bir qardirob otağı və özünə aid olan hamam otağı sanitar qovşaqla bir yerdə. Demək dostlar, şu alanda 10 sot torpaq sahəsində 430 kvadratlıq 5 otaqlı, daha doğrusu 6 otaqlı super təmirli bağ evi villa 945 min manata satışa təqdim olunur. Diqqətinizin sağ olun, bizi izləməkdə qalın.